Salam aleykum. Deməli, birincisi mən bildirmək istəyirəm ki, bu situasiya suallarını yazan müəllimə biz dərin təşəkkürümüzü bildiririk. Allah onun əməyinə sağlıq versin, elminə bərəkət versin. Bütün kimya ictimaiyyəti olaraq biz ondan razıyıq. Allah da ondan razı olsun. Çox bəyəndiyim situasiyalardır və onların hamısını biz çalışırıq ki, izah eləyək. Minnətdarımızı bildiririk. Əməyinizə sağlıq olsun. Deməli, burada doymuş aldehid veribdir, X-dır və X görürsünüz ki, gümüş peroksidən amoniakda məhlulunan, yəni Tollens reaktivi ilə oksidləşir. Təbii ki, X oksidləşəndə bu zaman deməli bu aldehiddir. Bu zaman karbon turşusu əmələ gələcək. Eyni zamanda X eyni zamanda hidrogenləşir və təbii ki, buradan deməli spirt əmələ gələcəkdir. Deməli, bu da spirtdir. Yəni, bu da B maddəsidir. Bu da spirtdir. Deməli, X oksidləşəndə karbon turşusu eyni zamanda hidrogenlə spirt əmələ gəlir. Aydındır, yəni A turşudur, B də spirtdir. Və burada hər birində 2 mol X-dan istifadə olunur. Və çıxım da 100%dir. Yəni 2 molun hamısı artıq 2 mol karbon turşusu verəcək. 2 mol spirt, 2 mol aldehid, 2 mol spirt verəcək. Bir də təkrar edirəm. X burada 2 moldur aldehid olaraq və birinci və ikinci reaksiyada, yəni birinci reaksiya A-nın alınma reaksiyasıdır birinci. İkinci isə deməli B-nin alınma reaksiyası və hər iki reaksiyada bura baxın çıxım 100%dir. Yəni 2 mol aldehiddən 2 mol turşu alınacaq, 100% çıxım deyirsə, eyni zamanda 2 mol aldehiddən də 2 mol spirt alınacaqdır. Artıq biz bu hissəni müəyyən elədik. Burada 100% çıxımdan bunları əldə edirik. Daha sonra deyir ki, burada üçüncü reaksiya baş verir. Üçüncü reaksiya zamanı alınan Y maddəsinin kütləsi 300 qramdır. Burada isə yazıb ki, baxın diqqətlə, A və B üzüm maddələri reaksiya daxil olub Y-i verir. Yəni A ilə B maddələri reaksiya girib Y-i verir. Təbii ki, bu karbon turşusudur. Bu spirtdir. Bu da təbii ki, mürəkkəb efirdir. Buradan təbii olaraq su da çıxacaqdır. 2 mol budur. 2 mol budur. 300 qram budur. Sadəcə burada 75% çıxım. İndi burada bunlar mol olduğuna görə aşağıda 1 mol yazacağım. Hansına istəsən işləyə bilərsən. Çıxımı hansına istəsən şamil eləginən 2 molun 75% çıxıb, yəni sərf olub. Buradan 2-ni 75-ə vurub 100-ə bölər. Bu zaman bu 1,5 eləyir. Yəni bu o deməkdir ki, 1,5, yəni bunların birləşdirikdə 1,5 sərf olunanda 300 qram. 1 molda isə deməli, mən maliyyə kütləsini bilmirəm. Buradan mürəkkəb efirin maliyyə kütləsini tapaq. Yəni deyirəm, 1,5-ə 300-dür. 1 mola maliyyə kütlə yazaq. Buradan biz mürəkkəb efirin maliyyə kütləsini tapaq. Tapırıq ki, M buradan 200-ə bərabərdir. Mürəkkəb efirin də formulu karbon N H2NO2-dir. 14 N plus 32 bərabərdir 200. Buradan N-i tapaq. Və buradan biz N-in 12 olduğunu müəyyən edirik. Biz bilirik ki, bu mürəkkəb efir spirtdən və karbon turşusundan ibarətdir. Burada da ümumən 12 karbon var. İndi burada bir detala fikir vermək lazımdır. Aldehid ümumiyyətlə turşu verdi. Aldehid spirt verir. Belə bir qayda var kimyada. Yəni bir üzvüdən digər üzvə alınanda karbonun sayı saxlanılır. Bir üzvüdən turşu alınanda, yəni oxidləşmə zamanı karbonun sayı saxlanılır. Və ya bir üzvüdən spirt alınanda, məsəl üçün deyirəm də, karbonun sayı hidrogenləşmə zamanı saxlanılır, oksidləşmə zamanı saxlanılır. Yəni bunu yaddan çıxartmayın. İndi burada da deməli bu X həm turşu verdi. Fikir verin diqqətlə, həm spirt verdi. Yenə deyirəm, həm turşu verdi, həm spirt verdi. Bu turşunla da spirt gəldi, mürəkkəb efirə əmələ gətirdi. Orada 12 dənə karbon oldu. Bu nə deməkdir? 12 dənəsi karbonun, 6 dənəsi spirtində, 6 dənəsi turşunundur. Aydın oldu yoxsa yox? Yəni 6 dənə spirtdə idi,
6 dənə turşuda idi. Bunlar qarşılıqlı təsirdə oldu. Buradan su çıxdı. 12 karbonlu mürəkkəb efir əmələ gəldi. Çoxunuz da narahat olacaqsınız ki, sən hardan bildin spirtdə 6-dır, bəlkə 1-dir, 11 dənəsi turşudadır. Nə bilim, elə söz deyənlər var da, nə bilim, spirtdə 3-dür, bəlkə karbonda 9 dənə. Xeyr. Burada bu bir dənə aldehiddən törənənlərdir. Və karbonun sayı aldehiddə nə qədərdirsə, o qədər turşuda olmalıdır. Nə qədər aldehiddəsə, o qədər spirtdə olmalıdır. Ona görə də hər birində 6 karbon olduğunu biz müəyyən elədik ki, deməli, həm spirtdə, həm turşuda 6 karbon var. Spirt 1, 2, 3, 4, 5, 6. Aldehid də 1, 2, 3, 4, 5, 6. Biz bunu belə yazdıq. Aldehid demək turşu. Yazdıq, düzdürmü? Deməli, aldehiddə 1, 2, 3, 4, 5, 6 dənə karbon var imiş ki, həmin bundan deməli 6 dənə karbonla spirt əmələ gəlibdir və 6 dənə karbonla turşu əmələ gəlibdir. Çünki aldehid oksidaşəndə ondan alınan turşuda da karbonun sayı aldehiddə kimidir. Aldehid hidrogenləşəndə ondan alınan spirtdə də karbonun sayı aldehiddəki kimidir. Bunu yaddan çıxartmayın. Sonra buranı oxuyuram cədvəlin aşağısında. Yuxarıdakı molekulda 2 ədəd, yuxarıda molekulunda 2 ədəd üçlü karbonu olan aldehid. Fikir verin, bu aldehidi mən belə yazdım. 2 dənə üçlü yaradıram. 6 dənə karbondan 2 dənə üçlü yaradanda bu belə olacaqdır. Aydındır. Ondan sonra da təbii ki, həmin bu aldehiddən, bu quruluşlu aldehiddən gəlin görək hansı spirt alınacaqdır. Yəni buradan alınan A, yəni turşu, dedim karbonun sayı sabit saxlanılır. Budur. Bundan alınan spirt də yenə karbonun sayı sabit saxlanılır. Burada da deməli OH aydındır. Çünki birli aldehid deməli hidrogenləşəndə birli spirt verir, keton hidrogenləşəndə ikili spirt verir. Biz aldehidin də spirtin də formulunu müəyyən elədik. İndi bizə nə deyir? 28-ci sualda X-in beynəlxalq nomenklatura ilə adını yazın. Yəni nömrələyirəm 1, 2, 3, 4 olacaqdır. 2, 3 dimetil butan turşusu. Daha doğrusu aldehidi dediyinə görə butanal. Turşu dediyinə görə butan turşusu. İndi bizə X dediyinə görə X budur da aldehiddir. Aldehid bax. Ona görə nömrələsəm 1, 2, 3, 4, 2, 3 dimetil butanal aldehiddir. Təbii ki, bunu soruşsaydı, olacaqdı 2-3 dimetil butan turşusu. Bunu soruşsaydı, nömrələnmə buradan aparılsa, 2-3 dimetil butanol 1 olacaqdı. Bizdən aldehidi soruşduğuna görə 2-3 dimetil deməli butanol olacaqdı və birinci və ikinci rəsm tənlərini yazdıq. Aydın məsələdir. Əmsallaşma dediyinə görə, orada məsəl üçün aldehid gümüş bir oksidin amoniakdan məhluluna gedəndə əmələ gəldi karbon turşusu və 2 dənə gümüş, bir dənə burada gümüşün qabağını 2 yazacağıq. Hidrogenləşmə zamanı deməli əmsallaşdırmağa ehtiyac yox. İndi burada yazıb ki, 29-cu sualda Y-in alınma reaksiyasının tənliyini yazın və molekulunda qeyri-polar kovalent rabitələrin sayını müəyyən edin. Y burada bizdə oldu nə? A və B-dən törənən, yəni mürəkkəb efir. Fikir verin. Y deməli turşudan yaranıb. Baxın diqqətlə. İndi mən hidrogenləri yazmıram da. Baxın, bu turşudan yaranıb. Spirtdəki OH-ı buna tərəf yazaq belə. Bu da belə. Belə idi də. 2-3 dimetil butanol 1, 2-3 dimetil deməli butan turşusu. Və sən bu zaman OH turşudan hidrogen spirtdən bu mürəkkəb efir alındı. Qeyri-polar karbonların arasındadır. Və sadə efirlərdə, mürəkkəb efirlərdə qeyri-polar karbonun sayından 2 vahid əskikdir. Yəni 12 dənə karbon, ikisi gedəndə 10 qalır. Bunu belə də tapa bilərsiniz. Karbonların arasına baxa bilərsiniz. Sonra gəlir buradakı B-nin molekul daxili dehidratlaşması. B burada spirtdir. Karbon H3, karbon H, karbon H3, karbon H, karbon H3, karbon H2OH. T böyükdür 140 dərəcə Selsidə molekul daxili dehidratlaşmadır. OH demək buradan çıxır, nöqtəni qoyuram bura. Hidrogen də ki, bu karbona bitişən karbondan getməlidir. Buradan gedir və bu zaman nömrələyirəm 1, 2, 3, 4 olacaq. 2-3 dimetil buten 1, 2-3 dimetil buten 1 və
Hibrid orbitalı, təbii ki, burada bunlar sp2 vəziyyətində sp2 3 deməkdir. 3 ilə 3 6 eləyir. Bu 4 dənə də deməli sp3-dür. sp3 4 deməkdir. 4 dəfə 4-ün 16 və ümumən 22 edəcəkdir.